Rəcəb ayının cümə gecəsi fəzilətli bir gecədir. Rəqaib gecəsi adlanır. Rəqaib gecəsi çox əhəmiyyətli bir gecədir. Vüsal gecəsi, istəklər gecəsi, arzular gecəsi və Allahın həmən gecə bəndələrinə lütf qılması gecəsi adlanır. Bu gecənin fəziləti barəsində çox gözəl bir hədis nəql olunub Peyğəmbərdən. Buyurur ki, Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni Leylətul Rəqaib adlandırır, deyə yad edərlər. Bu günün gecə yarısından göy və yerdə bir mələk qalmaz. Bütün mələklər Kəbə ətrafında toplaşarlar. Həmən gecə ibadət və itaatin ən gözəl vaxtlarından biridir. Gözəl olar həmən gecə istiğfar edək, tövbə edək. Eyni zamanda namazlar həmən gecə çox qılaq. Peyğəmbər ailəsinə salavat göndərək, sədəqə ayıraq. Rəqaib gecəsinin günü oruç tutmaq çox fəziləti vardır. Bu gecənin çox önəmli əməllərindən biri də bildiyiniz kimi Rəqaib gecəsinin 12 rəkat namazı vardır. Onların qılınma qaydasını istəyirəm nəzərinizə çatdırım. Demək, as-salah, as-salah, as-salah deyəndən sonra hər bir rəkətdə 3 dəfə Qədir surəsi və İxlas surəsi, Qul Huvallah surəsi oxunur. Və namaz 2 rəkat, 12 rəkat tamam olandan sonra təşəhhüd salamı deyəndən sonra Fatimə Zəhra salamullah əleyhanın təsbihini oxuyandan sonra 70 dəfə bu zikri oxumaq çox fəziləti var. Allahümmə salli Muhammedin ən-nəbiyyin, ümmiyyin və ələ alih. Mənası bundan ibarət ki, ilahi, Həzrəti Muhammed salavatullaha və onun nəslinə öz rəhmətini göndər. Bu zikri 70 dəfə eləmək tövsiyə olunur. Və bundan sonra 70 dəfə səzdəyə başını qoymalısan. Subbuhun, quddusun, Rabbul mələikəti və ruhu, ilahi. Sən paksan, müqəddəssən, mələklər və müqəddəs ruhun Rəbbisən. Mənası budur. Bu 12 rəkat namazı həmən gecədə qılınsa, İnşallah ümidvaram Allah təbarək və taala nə qədər günahlarımız varsa günahlarımızı bağışlayacaqdır. Bu gecənin ən böyük fəzilətlərindən biri də odur ki, çoxlu Qurana dinləmək və ya Quran oxumaq, kim bacarırsa Quran oxusun. Nə qədər imkanı varsa namaz qılsın, eyni zamanda dualara daha çox yol versin və günahların bağışlanmasına səbəb olacaq. Hər kim bu gecəni qeyd etsə, Allah təbarək və taala onun ona qədər olan bütün günahlarını qələmə əffət çəkəcəkdir inşallah. Hər kim Rəqaib gecəsində, arzular və istəklər gecəsində dediyimiz, sadaladığımız namazı qılarsa, həmən şəxs dünyasını dəyişəndən sonra gözəl bir mükafatla mükafatlandırılacaqdır. Hədislərdə var ki, həmən şəxsi ki, ölən gecəsi qəbrə qoydular, qəbir bilirsiniz ki, çox ağır birinci gecə qəbrin sıxıntısı var, fişarı qəbir deyirlər, çətin olur insan üçün. Allah Rəqaib gecəsində etdiyi ibadət və itaata görə, bu gecənin fəzilətinə görə qıldığı namazın bərəkətindən Allah təbarək və taala onun üçün bir nurani varlıq göndərəcəkdir. Həmən nurani varlıq həmən şəxsə qəbirdə yaxınlaşacaq onun ruhuna və yaxınlaşanda o qədər də ətirli olacaq. Və şəxs həmən nurani varlığa deyəcək, mən bura qədər sənin kimi nurani gözəl və sənin kimi xoş ətirli birini görməmişəm. Sən nə gözəl əxlaqa maliksən, sən nə qədər gözəllik simvolusan, mehribansan və mənə çox doğma gəldin. Sən kimsən? Sən haradan gəlmişsən? Nurani vücud deyəcək. Yadımda var, bir vaxtlar Rəcəb ayının birinci cümə gecəsində, Rəqaib gecəsində namaz qıldın. Həmən qıldığın namazam ki, nurani varlıq formasında sənə qonaq gəlmişəm. Gəlmişəm, sən darıxmayasan. Sənlə dostluq eləyəm, sənlə qalacağım qiyamətə qədər, heç vaxt çəkinib, qorxub, məhsun olmayasan və səninlə sirdaş olub, yoldaş olacağım. Və bu dərəcədə bu gecə namazının böyük bir fəziləti vardır. Əziz dostlar, həmən gecənin namazından qafil olmayaq,
Həmən gecə birimizi dua eləyək və ümidvarıq ki, bu gecənin fəziləti Rəcəb ayının ən gözəlliklərindən əldə etmiş gözəl savablara gəlib çatacağıq. Və inşallah ümidvarıq ki, Allah Təbarək və Teala bu ayın ən gözəlliklərini bizlərə nəsib edəcəkdir. Allah ibadətlərimizi qəbul eləsin.